Çanqan hamı üçündürsə, elə həm də mənim üçündür. Bütün modellər haqqında danışmışam, qalıb Unize. Unize'ni də aldım ki, şəxsi təcrübəmi sizinlə bölüşüm. Hər kəsə salam, Unize ilə bağlı şəxsi təcrübəmi bölüşürəm. Uzun sözün qısası, xeyirli olsun. Düzdür, çoxu mənə deyirdi ki, köhnə maşın al, vuranda rahat vurasan, öyrənəsən sürməyi, bilmirəm bu nə ənənədir. Amma mən onu deyə bilərəm ki, bax bu avtomobilin 360 dərəcə kamera sistemi var. Yəni sən harasa gedəndə onun sağını da, solunu da, arxasını da, önündə kamera vasitəsilə görürsən. Yəni parklama da rahatdır, sürmək də rahatdır. İndi sizlə təcrübəmi bölüşməyə davam edirəm. Unize şəhərdə yetərincə var. Mən də rəsmi servisdən aldım. Zəmanəti də üstündə. Ay 1-ci maşındır, ay 10-cu maşındır. Bəncə fərqi yoxdur. Əsas odur ki, komfortu ideal, plug-in hibrid, qənaəti də yerində. Kuza qabaritlidir, amma yığcamdır. Artıq yelənməsi yoxdur. Görünüşü də aqressivdir. Xoşuma gələn odur ki, sükanın hərəkətlərinə dəqiq reaksiya verir. Gecikmə deyilən bir şey yoxdur. Hər tərəfdə kamera var, 360 dərəcə çəkir. Xüsusilə də sürətli manevrlərdə hiss olunur. Amma indi şəhər içində bunu göstərə bilməyəcəm. Avtomobilin salonu özünüz də gördüyünüz kimi kifayət qədər genişdir. İdarəetmə paneli də əlinin altındadır. Yəni rahatlıqla avtomobili idarə edirsən. Avtomobilin açıla bilən şüşəli tavanı isə bir başqa zövq verir. Düzdür, xüsusilə yay aylarında o tavanı açırsan. Gözəl sərin hava. İndi qışdır, soyuqdur, mən onu eləyə bilməyəcəm. Ümumiyyətlə avtomobil həqiqətən də rahatlıq bəxş edir insana. Niyə? Çünki oturacaq rahat, sükan rahat və idarəetmə də əlinin altında. Vəssalam. Bundan artıq nə lazımdır? Açığı funksionallığına görə bu dizaynda, bu qiymətdə rəqibi yoxdur. Yəni sıfır yürüşlü SUV axtarırsınız ki, həm ili, həm də özü yeni olsun, axtarmayın, elə Unize'dir. Yeni avtomobil alanlara məsləhətim odur ki, rəsmi servisdən alasınız. Həm zəmanətli, həm də yeni. Əgər suallarınız varsa, şərh bölməsində yazın, suallarınızı cavablandıracaqlar. Mən özümə yeni Çanqan Unize aldım. Çanqan mənim üçündür, həm də hamı üçündür.